Rusiyada yeni doğulan uşaqlar üçün vətəndaşlığın təsdiqi prosedurunun sadələşdirilməsi təklif olunubdur. Təşəbbüsə əsasən bu prosesin valideynlərin daxili işlər orqanlarına müraciəti olmadan avtomatik qaydada həyata keçirilməsi nəzərdə tutulur. Hazırda uşağın vətəndaşlığının təsdiqi üçün valideynlərin müvafiq quruma şəxsən müraciət etməsi və doğum haqqında şəhadətnaməyə xüsusi qeyd vurulması tələb olunur. Halbuki valideynlərin vətəndaşlığı ilə bağlı məlumatlar artıq dövlət reyestrlərində mövcuddur. Bununla belə proses hələ də müraciət əsasında həyata keçirilir və bəzi hallarda hər iki valideynin iştirakı, eləcə də əlavə sənədlər tələb olunur. Vətəndaşlıqla bağlı qeydiyyatın olmaması gələcəkdə uşağın şəxsiyyət vəsiqəsi və xarici pasport alması, yaşayış yeri üzrə qeydiyyatı və sosial müavinətlərdən yararlanması zamanı çətinliklər yarada bilər. Təklifə əsasən uşağın doğumu qeydə alınan andan məlumatların avtomatik şəkildə qeydiyyat orqanlarından daxili işlər sisteminə ötürülməsi və valideynlərdən biri və ya hər ikisi Rusiya vətəndaşı olduqda uşağa avtomatik olaraq vətəndaşlıq statusunun verilməsi nəzərdə tutulur. Gözlənilir ki, bu dəyişikliklər ailələr üçün inzibati maneələri azaldacaq, əlavə müraciət ehtiyacını aradan qaldıracaq, növbələri minimuma endirəcək və mümkün korrupsiya risklərini aşağı salacaq.